özümüzdə açın. Bunu dəyişirəm lokal postumu. Eləyirəm hal-hazırki o renderdəki datam. Yəni prinsipi gedərəm, heç import bunu dəyişərəm, bunu dəyişərəm. Artıq versiya datamı dəyişirəm. O renderdəki eləyirəm. Bu base URL.com belə eləyirəm. Ondan sonra bunu da eləyirəm nə? İkisini də base URL. Buradan düz bura qədər. Bura gəlib yazırsan ki, base URL. Amma millət sizə bir dənə də xətanı deyim. Keçən dəfə şeydə çıxdı, Lemanda çıxdı. Bax, buradakı biz .env faylını görürsünüz. .env faylını git ignora salanda, yəni ki, normal olaraq da gəlirik bunu git şeyə salanda, git ignora salanda, deploy eləyəndə versiyada .env faylı görünmür. Mütləq ki, atmalısınız. Şey olaraq bildirmək lazımdır versiyalə ki, bizdə environment faylı var. Yəni ki, baxın, versiyada bizdə burada girəndə millət, bizdə məsəl üçün fayllarda, bütün şeylərdə, proyektlərdə, tutaq ki, buradan Eratur proyekti var da, burada settings hissəsi olur. Buradan settings hissəsinə girəndə, burada altda yox, bax, buradan soldan baxsaq, deny, accept ol. Bax, burada, harada? Sosla. Elə bizim su gəl. Gəldən görəndə ki, dibində deyirəm, niyə dibinə kimdə oldu? Environment variables var. Tamam. Buradan environment variables'dan bizim, yəni env variable'larımızda environment bura məsəl üçün key və value tullayıb onu yaza bilərsiniz. Key nədir bizdə hal-hazırda? Key nədir? Bu, white base URL. Qabağındakı value nədir? Bu. Tamam. Bura key tullayırsınız, bura value tullayırsınız, hazır oldu. Heç bunu belə tullayanda öz avtomatik var. Kim ayırır? White, key ayırır. Ondan sonra da save eləyirsiniz, yenidən redeploy eləyirsiniz. İkinci yolda import env faylı. Buradan promoy import eləyə bilirsiniz. Sizin rekordları var. Buradan promoy import eləyə bilirsiniz. Özünüz əlinizdən girin, nə bilim, plan şeyin içindəki, proyektin içindəki env faylı əllə import elə, şaqqıltı ilə gəlsin, düşsün bura. Tamam. İki qaydada eləyə bilirsiniz. Ürəyiniz hansı ilə istəyir, eləyin, geçsin. Onu eləyəndən sonra, o problem çıxartmayandan sonra gəlirsiniz datamızın üstünə. Birinci bir dənə biz Park Sinemanı açaq. Tamam. Böyle Park Sinema havası versin deyə yəni şey eləyək. Main layout. Burada bir dənə class name verək. Boz. Bucu. Boz var. Nə? 37 neçə? Baxın. Əla. Super. Oldu Park Sinema. Güya. Burada bir dənə P-yə girik verək. Olar. Tamam. Can sağlığı millət. Bunu eləyəndən sonra girirsiniz Park Sinemaya. Datam qalsın burada, meetim qalsın burada, bu qalsın burada. Park Sinemada bizdə nələr var hal-hazırda? Biz şeyi yazdıq sizlə. Nəyi yazdıq? Bunu yazdıq. Bunu necə yazdıq? Get element by ID ilə. Düzdürmü? Elə normaldır. Bizə sorğu getməlidir, get element by ID-də gəlməlidir və s. və ilə. Ondan sonra sizdəki bu dil yeridir, bu kinoteatr yeridir. Bir də ki, buradakı şeydir. Tarix yeridir. Bunların filtrizasiyası olmalıdır sizdə. Bizdə əlimizdə dillər varmı? Ayrı bir dil, nə bilim şeyi. Datası. Yoxdur, yəni elə bir şey. Yəni şeylərin içində saxlanır. Filmlərin öz obyektlərinin içində saxlanır ki, elə də olmalıdır, düzdürmü? Yəni burada Patrol filmi var. Aşağı düşsəz biraz, məsəl üçün buradan language var, rule var. Ki bu ancaq nədir? Rule. Yəni rus dilində. Düşürsən aşağı, məsəl üçün ikinci filmimiz var. Bunu yazmalıydınız siz. M var, TR var, rus var. Düzdürmü? Necə yazasınız bunu? Tamam, bir dənə nə qoyacaq bura? Admin layout, main layout. Maindən hara keçirik? Haradayıq? Pages, home.
Tamam, ISO Home-da. Hansı şəkildə? Sizdə artıq yuxarıda olmalıdır nəyiniz? Bir dənə burada. Bir dənə bunu alaq bunun içinə. Burada olmalıdır bir dənə select option, düzdürmü? Bir dənə div olsun. Əslində 3 dənə select var. Burada da select option var. O biz tərəfdə də, burada da var. Burada indi hələ ki birincisini yazaq da, biz dili yazaq. Buradakı select optionumuzu yazaq. Bunun içinə optionlar gəlməlidir, düzdürmü? Əlinizlə yazarsınız, əslində yaza bilərsiniz, çox da problem yoxdur. Məsəl üçün, burada çox bir data yoxdur. Azdır, TR-dir, Rusdur, N-dir. Məsələn, kinoteatr, amma kinoteatr əlinizlə yazmazsınız. Bu, məsəl üçün, stabil bir şeydir. Yəni, bu statikdir. Bura başqa bir Alman dili gəlməyəcək böyük ehtimalla. Tamam. Bunu ya da ki, bir array-də də saxlaya bilərsiniz ki, mənim şey var, const long language array'im var. Burada nə var? Azdır. N'dir. TR'dir. Bir də Rusdur. Tamam. Bu şəkildə də saxlaya bilərsiniz. Amma yəni mütləq deyil ki, siz gəlib bunu datadan filtrləyəsiniz. Bu şəkildə az şeylər üçün, yəni stabil şeylər üçün gedib datanı işə salmaq, onu filtrləmək, onu çağırmaq çox da belə məntiqli bir şey deyil. Yaxşı? Yəni bunu bu şəkildə yaza bilərsiniz. Ondan sonra nə edirsiniz? Yəni select'in içinə bunu nə etməliyik? Option olaraq. Nə etməlisiniz millət? Map deməlisiniz. Yəni language nöqtə map deməlisiniz ki, item getsin bura, item düşsün və bu təbii ki option belə yox. Bu şəkildə. Bu şəkildə bunların arasına düşməlidir. Az, N, TR, RU və s. və ilaxır ki, bunun da bunların bir dənə gözəl olardı ki, class name container olsun, container, bir də mx autos olsun ki, gəlsin, düşsün. Gəl düşmədi. Konteynerimiz nə oldu? Konteyner. Həqiqən? Nəşə? Baxaq bilən bura, bəlkə bura versən sırf. Yox, sən demiş işləmir. Buna konteyner ehtiyac yoxdur ki, elə buna konteyner yazaq. Width verək, max width verək. Nə qədər olsun? 1200 piksel. Çox 1100 verəcək. 1100. Tamam, yaxşı. O qalsın belə. Ondan sonra bunu müəyyən qədər bunlardan aralayaq. Birinci bunu da aralayaq. M, Y olsun, 5 olsun. Elə sən aralayaq, sən bəs edirsən. Sən atsan da ISO. İndi bunun filtrizasiyasını yazmalıyıq və s. və ilaxır. Select'də biraz adam vidinə salaq. Background white'dır, width'i olsun. Tutaq ki, nə qədər olsun? 30% olsun. 30%. Bəs. Belə yaxşıdır məncə. Nə etməliyik millət bunu? Statik olaraq. Baxırıq, görək statik olaraq necədir bizdə? Statik olaraq burada dil dayanıb. Yəni, heç nə dayanmayıb bizdə. Dil. Tamam. Onu necə eləməliyəm? Bura nə edərəm? Bir dənə də özümdən statik olaraq option salaram. Bunun adını dil qoyaram. Tamam. Məndə də statik olaraq burada açılanda, ilk açanda dil dayanır. Düzdür? Amma bu dil seçilməməlidir. Ona görə buna gəlib yazmalıyam ki, nə? Disable yazsam işləyər. Aha. Nə yazdım disable? Select'ə yazdım. Yox, select'ə yox. Bunu option'a gedib bura. Disable'ı salırsınız. Baxın, ISO. Bax bizdəki. Görsən, dilə keçmək olmur. Dil bozdu, digərləri işləyir. Bax. Dil bozdu, digərləri işləyir. Eyni qaydadır. Nə? Bunu verdiniz. Sayt özündə də elədir. Saytın özündə heç filtrizasiya yoxdur. Var. TR. Ru. Bir dənə də Ru'ya bassam. Dil.
Hamısı. Senin ofis sayfına girdiğin için ben hansı görüyorum. Həqiqi. Bu. Aa, ne güzel. Aa, yox da, deyə təmizlə ala. Görməmsən? Hə, saxlamazlar da orada. Tamam. Biz də elə gəl. Tamam. Ondan sonra bunu nə etməliyəm? Datanı ona görə gedib filtrləməliyəm. Hansı şəkildə filtrləyəsən datanı? Bizdə nəyin içindədir? Kömək edin. Movies, language-in içində əgər varsa bundan. Nə deməliyəm? Hansı? Hə? Çok şey var yani. Ne şey için zaten? Niyə qardaş? Mazoxist adam mən, yəni birdən az yazmayım, 3 dənə az yazmayım. Bu da zaten obyektin içindəki array kimi saxlanır. Bu da obyekt kimi saxlanır. Niyə obyekt kimi saxlasınlar? Gör kimi saxlayıblar da array kimi. Nə deyirsiniz millət? Sizdə bunun bir dənə də filtr olar. İki şəkildə eləyə bilərsiniz. Ya filtri datanı verərsiniz. Buradan const filtri data olaraq verərsiniz. Birinci şəkildə siz select'in value'sunu götürməlisiniz. Tamam. Bizdə nə deməliyik? Deməliyik ki, const nə? Const bizdə language. Set language. Tamam. Set language. Bu nə olmalıdır? Use state olmalıdır. Birinci olaraq içində saxlanmalıdır null. Bunun içinə gedib hardan nə düşməlidir? Bu dildən düşməli deyil. Tamam, düzdürmü? Bura nə yazmalıyam? On change yazdım. Ondan sonra nə yazmalıyam? Set nə? Lang nə? Deyin. Yes. E.target.value. Tamam. Onu change eləyən zaman bunun içinə e.target.value düşsün. Ondan sonra can sağlıq. Bir dənə də console.log'a versin ki, nə? Lang. Baxıram. Wishlistəli oradadır. Each child. Hansı each child deyir? Təbii ki, bunu deyir. Ki, bunun hər hansısa bir key olmalıdır. Elə keyini item verək. Yəni, itemların özü fərqli deyilmi? Lap ürəyiniz istəyir buradan indeksini verin. Tamam. Ondan sonra bu xəta da yığışılsın. Bunu açdın, n elədin, az elədin, formu hazır. Düzdürmü? Onda indi nə etməliyəm? Deməliyəm ki, nə? Data məndə burada da məpləyə bilərsiniz, yuxarıda da məpləyə bilərsiniz. Yəni deyərsən ki, nə? Məndə lang varsa, mənə nəyi verməlisən? Filtered data olmalıdır məndə burada. Filtered data deyə bir şey saxla. O filtered data məndə nəyi saxlayır? Deyər ki, nə? Mənim bunbala xəta verməsin. Hansı data? Deyin də millət. Normal datam nöqtə nə? Filter. Neynəməlidir? Tamam. Item.language səncə nə vaxtsa langə bərabər olur? Item.language budur. Bir array. Tamam. Ya include yazmalısan, ya sum yazmalısan, düzdürmü? Sum, əgər bundan içində varsa, düzdürmü? Item.languages. Tamam bu. Language-in içində sum əgər varsa, mənim seçilmiş hər hansısa bir language-im. Hansıdır o? Lang. Bura seçilmiş. Tamam. O gedib atacaq bunu filtered datanın içinə. Gəl indi console log'a gələ bunu düşürək. Console log'a langi yox, verək nəyi? Filtered datanı. Görək mənə nə çıxardır. Listens the rhythm of the night. Object null is not another function. 16. Çünki niyə? Nöqtə nullu filter eləyir. Düzdürmü? Yəni, sən bura deyərsən ki, data əgər varsa filter elə, ya da burada yoxlaya bilərsən ki, data əgər varsa bunu elə, yoxdursa, məsəl üçün,
Eyni şey də, yəni içindən səhv qaytar onsuz da, yəni boş bir şey qaytar. Ay yox, birbaşa olaraq xəta çıxardır. Buna desən ki, yoxdursa nala bərabər ol. Yox bu da. Bəs bunu bir dənə buradan şey qoysan. Şey qoymaq istəmirəm. Hə, yuxarı qalxıb. Yes. Ona problem yaradır. O heç. Biz şey yoxlayaq ki, əgər if mənim langım varsa, bunu filtr elə. Amma bunu belə eləsə, if əgər langım varsa, bunu filtr elə. Ya da ki, langı elə bunun içində də yoxlaya bilərsən. Ki, mənim language-im varsa, elə belə eləyək də millət, data.filter. Əgər burada deyərəm ki, mənim language-im varsa, tamam, language-im varsa nə eləsin? Bunu eləsin. Yoxdursa item'in özünü qaytarsın. Desəm? Nə? Can sağ ol. Burada yazarsan ki, nə? Filtered data, nə bilim nə. Nasıl? İndi 13 dənə var içində. Çünki niyə? Yoxdur. Language deyə bir şey yoxdur, item'in özünü qaytar. Bu 13 dənə hamısı içindədir. Gedirəm, n eləyirəm. Nədir? Deyir, n is not a function. Harada? Home, gx, 12-də. Necə yəni n is not a function? Bu şəkildə verməliyəm. Sum, language varsa. Düz vermişəm də. Gəl bura deyək ki, tutaq ki, n varsa. Bu şəkildə desəm. Sağlam ol. N is not a function. Nə deyir millət bu? Item.language nədir məndə? Gəl şeylə. Heç sənəmə, konsolu. Məndə lang varsa, item.language çıxaq, görək nədir? Yox, çıxsın qatarma item-lər. Görək nə çıxar item.language. Çıxmıraq. N. Nədir bu? Lang məndə yoxdur kimi görsədir. Var axı. Console.log. Nə? Lang. Var da. Bu da lang varsa item.language qaytarsın. Yoxsa nəyə qaytarsın? Dil gedir, option gedir. Burada yoxlayır, filter. On bir, 13, filter. Bu filter eləyir, başında şeylə, map olaraq qaytar. Görək. Nədən millət qaytarır? Item.language budur. Tamam. Language-sin nöqtə, tutaq ki, sanı n. İndi true false olaraq yox. N is not defined. Millət, biz samda şərt verirdik axı. Samı buna görə işlədə bilmərik.
Belə eləsək qaytarar. Böyük ihtimalla. 11, tamam. 12, 13. Hə, belə olar. False, 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 true, false, true, false, true, false, false, true, false. Hələ. Biz sum yazanda sum bilsiz nəyə görə işlənir? Məsəl üçün sum desəm ki, sum tutaq ki, itemın nöqtə lengthi 3-dən böyüksə, hə, o sumın içində varsa qaytaracaq. Yoxsa qaytarmayacaq və s. və axır. Sumla yoxlaya bilmərəm ki, buna daxildirsə və yaxud deyilsə. Düzdürmü? Hə, sumla yoxlamaq olmaz. Ona görə nə deməliyəm? Deməliyəm ki, includes. Və includes bizə nə qaytaracaq millət? Nə qaytarır biz includes? True, false, true, false. Düzdürmü? O bizə sərf eləyir. Bizə nə verir o? Yəni bizdə lazımdır filtrlə bir dənə yazıram məsəl üçün. N nə qaytardı bizə? 5 dənə. Bunun içində nə var? Baxıram. Gedirəm baxıram. N var. Bunun içinə baxıram. Tutaq ki N var. Bunun içinə baxıram. Tutaq ki N var. Hanı? N var. Tamam. Bu bizə sərf eləyir. Çünki artıq filtrlə qaytarıram. Bizdə include içində n olanları qaytarır. İçində n olanları yox. Nə deməliyəm? İçində long olanları qaytar. Всё. İndi bir dənə gedib yoxlayıram. 13 dənə. N 5 dənə. Tr 3 dənə. Ru 9 dənə. Az 4 dənə. Əla. Tamam. Şu bunları qaytardı. Bunları qaytardısa bizdə artıq mən nə etməliyəm? Nə etməlisin bilədə artıq? Gedib burada datanı map eləyərsiniz. Düzdürmü? Artıq nəyi map eləyərəm prinsipi? Filtrid datanı. Düzdürmü? Map eləyərəm. Ki zaten səndə filtrid datanı burada artıq yoxlamağa ehtiyac yoxdur. Ki bunu qoya bilərsiniz, qoymağa ehtiyac yoxdur. Çünki filtrid datan səndə hansı gələndə filtr olunur? Data gələndə. Zaten bizdə datada gəlməyəndə də ekranda loader olur. Düzdür? Ona görə avtomatik şəkildə işləyir. İndi hal-hazırda az desən, n desən gələcək bu, tr desən gələcək bu, ru desən gələcək bu, bir də az desən gələcək bu. Düzdürmü? Bir də bura nə qoyarsınız millət? Tamam. Hər hansı bir gələrsiniz. Bura hara? Map option select melif. Tamam. Bura bir dənə button qoyarsınız. Bu buttonda burada nə var idi? Bizdə məsəl üçün buradan bunu seçsin. Az. Buradan bunu təmizləsi var. Düzdürmü? Buradan bunu təmizləyir. Buradan təmizlə. Təmizlə adında button qoyarsınız. Buna 10 klik verərsiniz. Ki clean function işləyəcək. Clean filter function işləyəcək. Tam bu clean filter function bizdə nə etməlidir? Ay sağ ol. Yəni bizdə millət nə vaxt bu hamısını qaytarır? Bu olmayanda. Bu olmayanda nə deməkdir? Null olanda. Yəni ki, prinsipi gəlib buna, heç bunu buradan deməyə də bilərsiniz. Promo olaraq gəlib yazaram ki, set long, tamam. Set long'ın içinə gedib deyirəm ki, null, false, nə bilim nə. Tamam. Ondan sonra gəlirsən, baxsan, clean filter is not defined. Hə, o bayaq idi. İndi elə bir xətamız yox. Bu clean filtra da buna da adam kimi olsun deyə class name'dən, p-dən, 3-dən, bridge'dan, red-dən, red-i də belə yazsaq, rounded-dən, sımıdan, xılıdan, zaddan, bir də ki, text-dən, white-dan, zaddan versək, olacaq gül kimi. Hə. İndi bunu bura yazsaz ki, buna da bir dənə flex justify dedik. Arası bir yox. Ayso. Bunu getdiniz, n elədiniz, bunu getdiniz, gəldiniz, təmizlə elədiniz, fişo. Qayıtdı həmişəki yer. Tamam, filtrizə. Nə? Nə sıfıramış? Hə, bunun da value'suna. Onda
Burada sıfıranı görə. Onun valuesunu da sıfırlaya bilərik. TR prinsipi biz gedib bunun valuesunu. Bunun valuesu hal-hazırda nədir? Bunun hara eləyirik? Target value gətiririk salıq langın içinə, düzdürmü? Set langın içinə. Prinsipi buna value verməliyik ki, sən lang ol. Amma ki, bu şəkildə də bu yəni indi məsəl üçün ilk şəkildə deyəndən nə deyəmsə, dayanmalıdır bu. Onda ilk olaraq bunu şey eləyək. Biz də belə eləyək. Dil eləyək. Dil idi bu. Dil. Burada yoxlayaq ki, language əgər bərabər deyilsə dilə, tamam, bunu versin, yoxsa bunu versin. Burada da geçsin, eləsin bunu şey, setimiz hanı? Clean-də. Gözüm görmür, hə, buradadır. Burada da geçsin, bunu eləsin, nə? Dil. Bu şəkildə desəm, bax, bizdə ilk dil olaraq açılırdı, hə? Az idi bayaqda. Və niyə? Dil olaraq açılmalıdır. Yox, burada şey ver, da value olaraq dil verək. Gəlin görək. ISO dil. Yes. ISO dil olaraq açılsın. Tamam. İndi bu dildən dəyişib n olanda n olacaq. Tamam. Dilə zaten qaydan var. Az olanda az olacaq. Təmizləyə də basanda yenə dil olacaq və qayıdacaq əvvəlki versiya. Bildiniz nə elədik? Yəni ki, nullun yerinə millət prinsipi nullun yerinə dil qoyduq. Ki, yəni dil false əvəzi görür da bizdə. False-un işini görür. Yəni dil olmayanda filtrizasiya gedəcək. Aydın oldu. Və eyni zamanda bizdə təmizləyə də basanda bunu gedib dil eləyəcək. Və onu da verəcək gedib nəyin valuesun içinə? Selectin valuesun içinə. Bax, bu mütləqdir. Tamam. Bunu verməsəz, bu işləyən deyil. Yəni ki, çünki sən bunu buradan eləyib, bura təmizləyə basanda, bura dil getməsə, bu dəyişməyəcək. Ona görə bunu da eyni zamanda bura verməlisiniz. Çox üzürlü sayın. Tamam. İndi bunu yazdım. İndi bir dənə də filtrizasiyaya uyğun sizə şey olacaq, taskın olacaq. Tamam. İndi bizdə bunun filtrizasiyası da getməlidir. Eyni zamanda. Nəyin filtrizasiyası? Kino teatrın. Məsələn, bu Metropark olmalıdır, bu Park Bulvar olmalı. Bunu zaten gedib bura məpləməyi biləsiniz. Bunu yazmışıq dəfələrlə. Datanın içindən filtrləyirik. Bunları kino teatrları tapırıq, atırıq bir dənə array-in içinə, onu set eləyirik, array-in içində təmizlənir, hərəsindən bir dənə qalır, düzdürmü? Hə. Ondan sonra çıxır bura. Amma bizdə bir dənə belə problem var. Nə problemi? Nə problemi? Bu real data olduğu üçün millət table'lar bir-birinə əlaqəlidir. Table'lar dediyim datalar. Bizdə bir movies var, bir də ki theater datası var burada. Tamam. Teatr datamız var. Bu teatr bunun details'in datasıdır. Teatrların details'in datasıdır. Bizdə bir teatrın detaili var hal-hazırda. O da şeyindir, Patrolundur. Bilmirəm, baxmısınız, baxmamışsınız buna. Burada bizdə Patrol filminin bax görəsiniz. Patrol filminin bütün nümayişdə olan versiyalarının siyahısıdır bu. Neçə dənə? 12 dənə. Yəni ki, 12 dənə fərqli zamanda, 12 dənə fərqli məcrada bu Patrol filmi keçiriləcək. Ki bura baxsaz, bax date, mate, zad, movie yazılıb bura. Bax Patrol. Tamam. Burada da bir dənə sizdə var. Bunu əslində sizə vermişdim əvvəl. Theater title, Flame Towers. Gördünüz? Amma bu Flame Towers millət bu movie'sin içində yoxdur. Tamam? Çünki movie içində saxlamalı deyil axı Flame Towers-ı. Bir məkanda olmaya bilər, axı bir neçə məkanda ola bilər. Tamam? Dil kimi deyil ki, bu dəyişə bilər. Tamam? Ona görə saxlamamağı normaldır. Siz nə etməlisiniz? Siz buradan teatrın içindən gəzib birinci olaraq nəyləri vurmalısınız ekrana? Bax, bu theater title vurmalısınız ekrana. Aydın oldu. Yəni ki, bura. Bura. Bunlar bura gələndən sonra
Siz bunlara basanda buna uyğun olaraq bu da tam məplənməlidir. Bu da tam filtrlənməlidir daha doğrusu. Onu deyirəm də. Aşağı. Ona görə də millət bir-biri ilə əlaqəlidir deyəndə table'lar. Bu database'lərdə table'lar necə əlaqələndirirlər bir-birləri ilə? ID vasitəsilə. Yəni ki, əgər bir detail özündə bir kino haqqında məlumat saxlayırsa, mütləq ki, o kinonun ID-sini də saxlayır. Tamam. Bax, burada fikir verin. Patrolun ID-si nədir? Patrol kinosunun. A86 və s. və əlaxırda hər kinoya uyğun ID var. Bax, burada Search kinosu 85C və s. Bax, bu Patrol kinosunun ID-sidir, düzdürmü? A86. Çıxıram buradan, gəlirəm, gedirəm bu teatra. Bax, burada görürəm ki, bunun ID-si nədir? E32. Bu başqa şeydir. Bu konkret olaraq həmin o onun detailsinin ID-sidir. Bir dənə aşağı düşürəm. Görürəm ki, özündə bu movie saxlayıb. Move adında bir obyekt. Bunun neyimi patroldur? ID-si nədir? Gördünüz, eyni ID-də. Tamam. Bu bombaşın bir task. Konkret. Bunu neyniyəsiniz? Yəni, konkret olaraq bax deyirəm, bunun ID-sini də saxlayıb. Yəni, çox əziyyət çəkməyəsiniz. Neyniyəsiniz? Gedəsiniz, bunu tək-tək çıxardasınız. Theater title. Tamam, Flame Tower. Hamısını çıxardınız. Flame Tower'sa basanda. Tamam. Flame Tower'sa basanda. Hansı obyektləri Flame Tower'sa basanda hansı obyektləri çıxardırsa onu çıxardacaq buradan. Tutaq ki, buradan detail hissəsindən çıxartdı 4 dənə patrol filmi ki, 4 patrol filmi Flame Towers'da keçiriləcək 4 dənə fərqli vaxtda. Aydın oldu. Siz onu tutanda, obyektini tutanda bunun içindəki movie'nin ID-sini də tutursunuz. Tutabilirsinizmi movie'nin ID-sini də? Tamam. O movie'nin ID-lərini eyni zamanda movie'nin ID-si ilə bir yerdə məkanı, bir obyektin içində saxlaya bilərsiniz. ID-yə görə buradan filtrləyib eyni kinonu çıxarda bilərsiniz. Beləliklə, ikinci datadakı məlumat da qalır əlinizdə. Tamam. Birinci datadakı məlumat da qalır əlinizdə. Bu da qalır əlinizdə. Tamam. Onun filtrizasiyasını yazarsınız. Yəni ki, bura bir dənə filtr əlavə olunacaq. Oradan teatra basanda buradakı bir məkan, bir dənə film məklənəcək. O filmin hansı şeylərdə? Bax, bu şəkil. Park Bulvar. Metro Park. Tamam. Ürəyini istəyir vaxtlarını da çıxara bilərsiniz lap yanınızda. Lap burada altda zaddakı bu vaxtlarda. Məsələn, 3 dənə olacaq Metro Parkda. Bizdə zaten bu şəkildə olmayacaq da. Bizdə məsəl üçün Metro Parka siz hansına vursanız bizdə bir dənə patrol gələcək bura. Çünki bir dənə patrolsun bizdə şey var. Baxın bu data buradakı teatr datası 12 dənə var. Bu bir dənə patrola aiddir. Tamam. Çünki patrol fərqli məkanlarda, fərqli vaxtlarda keçirilən şey adı nə idi? Hə. Selectin içini doldurdum. Seçdim. Getdi səndə filtrləndi. Teatrın 3 dənə obyektin çıxartdı ki, Park Bulvarda 3 dənə tutaq ki şey var. Ya da ki bir dənə var. Tutaq ki bir dənə göstərişi olacaq. Patrolun göstərişi. Tamam. Sən hardan bilirsən ki o patroldur? Sənin filtrlənmiş datanın içində, hətta mən yazacağam. Filtrlənmiş datanın içində həmin nə var? Obyekt qayıtmışsa filtrlənən. O obyektin içində nə var? Movie'nin ID-si. Movie'nin ID-si səhbəs edir o biz tərəfdən filtrləməyə. Qutardı getdi də. Item'ın da var sən, obyektin də var əlində. Filtrləməyə ID-in də var əlində. Tamam. Heç. Yəni onun datanın içindən filtrləməyəsən, gəlib promoy olaraq buradan datanın içindən bir dənə də filtr yazarsan ki, bu ID-yə uyğun. Tamam. Zaten o birisi də sənin əlində var. Item, həmin o çıxarılan session sənin əlində var.
Özüm yazdım. 2 dənə filtr yazarsınız da. Çox şey yazmaz. Tamam. Ondan sonra var bu. Vaxt seçmək. Tamam. Bu da mən sizə göstərəcəm. Tamam. Bunu sizə məcbur qılmıram. Şeydən yazın. Bunu mən öyrədəcəm sizə. Çox da çətin bir şey deyil. Zaten burada yenə bu IOString halında gedir. IOString halında saxlanılır. Discountlar, create date, nə bilim nə date, date of the date deyə bunlar. Görürsüz? Sizə bunlar lazımdır ki, nə vaxt keçiriləcək. Calendar date. Tamam. O date ilə seçiləndə bu kalendarda bildiyimiz şeydir. Buradan seçiləndə bu da gedir həmin iminli iOS stringdən həmin vaxtda keçirir date'i 28 falan falan falan. Onunla yoxlayırsan ki, bu vaxta uyğun gəlirsə onu da atan filtr. Çox bir şey yoxdur əslində, amma xətanı çox alasınız deyə, yəni tapşırmıram hal-hazırda. Aydın oldu? Zaten öyrədəcəm gələn dəfə. Bunu da eləməsi öyrədəsən. Nə? Bunu da eləməsi öyrədəsən. Bunu bu asandır, həqiqətən asandır. Öyrədəcəm heç söz yox. Tamam, amma asandır. Tamam. Yazın gəlin onu. İndi səhət çətin gəlir. Adca fikirlər çox rahat gələcək. Bundan əlavə sizə öyrətməli olduğum başqa şeylər də var. Məsəl üçün biz bu movies sin üzərində müəyyən dəyişikliklər eləməliyik. Buna şey demiş. Mədnə demiş. Mədnə deyir ki, məsəl üçün biz şeydə dəyişiklik eləyə bilirik. OKP-də gedirik, adını, soyadını, muadınız adını dəyişirik. Burada dəyişənmirik. Tamam. Bunu necə eləyəcəyik? Bunu patch əməliyyatlarla eləyəcəyik. Bunu post əməliyyatı ilə yeni film tullayaraq eləyəcəyik və s. və axır. Düzdürmü? Tamam. Ona görə də bizdə buna ayrılan əlavə bir admin panel olmalıdır. Bunu dəyişə biləcəyimiz. Məsəl üçün OKP-də öz verir onu bizə. OKP-yə girirsən, maşallah. Mock API. OKP-yə girəndə maşallah buradan belə dataya basanda özü elə bil bizim əlimizin içində bunu datanı həll eləyir, verir. Tamam. Buradan da sıfırlayırsan, eləyirsən, edit meditsən. Edit eləyibsən heç buradan dəyişə bilmirsən ki, mədnə. Burada da yəni bunun içində dəyişə bilirsən. Nə şey. Bu şəkildə. Amma yəni bu qədər rahat olmur da uşaqlar, yəni belə deyil. Tamam. Belə olsa super olardı. Belə olsa hamı front back yazardı. Yəni əla bir şeydir. Update. Nə qəşəng. Amma bu şəkildə olmur. Bu nə şəklində olur? Bu bizdə sorğatmaq şəklində olur. Ona görə də biz eyni zamanda sizlə yazmağa başlayacağıq nə? Admin panel hissəsində bunu. Admin panel hissəsində nə olacaq? Bizdə əlavə bir də admin layoutumuz var burada. RFC. Tamam, bura bir dənə page açacağam ki, admin nöqtə JSX. Tamam. Bu da RFC olacaq. Bunun içində, admin layoutun içində olacaq navbarımız olmayacaq artıq bizim. Bura bir dənə gələcək. Outlet. Tamam. Ondan sonra gedib bunun içində deyəsiniz ki, məndə bir dənə də routum olacaq. Tamam, bu şəkildə. Tamam. Bunun artıq pəs olacaq məndə nə? Pəs olacaq məndə admin elementi olacaq məndə nə? Nə olacaq? Admin layout ISO. Onu yazandan sonra da buradan route gələcək. Bunun da bu da indeks səhifəsi olacaq. Yəni admində birbaşa olaraq açılacaq bizdə hansı səhifə? Admin. Tamam. Bunun içində də bir dənə var deyil. Nəyə dadı bəs? Table S. Tamam. Bunun içində də bir dənə bu. JSX bundan. Gedib baxıram. Hal-hazırda indi məndə
admin yerinə gedəndə deyə bu gəlir. Tamam. Artıq məndə burada datalarım hansı şəkildə düzülməlidir? Yəni alt-alta bizim datalar düzülməlidir burada, düzdürmü? Ona görə biz yəni öz datalarımızı buradan götürməliyik. Yəni ki, mənim datalarım hardadır millət? Kontekstdə deyil. Const deyərəm ki, datam, loaderım, errorum gəlsin. O da use nə ilə çıxartmışıq çörə? Use context. Adı nə idi? Data context. Movie context. Tamam. Movie context. Yes. Ondan sonra nəyin yerinədir? Gəlib burada TR-lərim var, TD-lərim var da. Bu birinci TR-lərim yox, innovativ status. ISO status var. Buradan etibarən bu TR-nin birini saxlayıram. Birini saxladım, 100%. Yox, birini saxlayıram. Və bunu. Qalanını gedirəm, rədd edirəm buradan. Ondan sonra o biri bizdə həmin o nəyə uyğun? If yenə bir dənə bura xəta olmasın deyə, əgər loaderım true-dursa, nəyi return eləyəcəm? Loaderı. Ondan sonra da bura gəlib nəyi mapləyəsən? Bura gəlib deyəsən ki, datanı nöqtə map elə, məndə item bunu qaytar ver bura. Biz item qədər data. İndi bura nə gələcək bizdə? Movie-lərimizin nəyləri var? Şəkillərindən tutmuş, ID-lərindən tutmuş. Ən əsas olanlar nədir bizdə millət? Dəyişdirə biləcəyimiz şeylər. Teatr yox, movie-lərdə. Ən əsas. Bax, name-dir, dəyişdirə biləcəyimiz. Description-dır, dəyişdirə biləcəyimiz. Country, director, actors. Nəyini dəyişdirərsən bir filmin? Bax, məsəl üçün təzə dil gələr, dilini dəyişdirərsən, düzdürmü? Name-ini, description-ını dəyişdirə bilərsən. Image-ini dəyişdirə bilərsən. Price object saxlanır. Çox da böyle age limit zad, nə bilim nə. Bunu da dəyişdir. İndi qoyaq da birisini bura. Yəni ürəyiniz nə istəsə o qarşı bura. Lap ürəyiniz istəyir hamısını qoyaq. Nə deyərəm? Item nöqtə, birinci olaraq title, name, tamam. İkinci olaraq zəhmət olmasa item nöqtə, image, tamam. Üçüncü olaraq bura bizdə əgər item nöqtə nə? Languages. Əgər varsa, tamam, bunu map elə, itemlarını çıxıq bura. Zəhmət olmasa. Friday'yə ehtiyac yox. Burada zəhmət olmasa yazarsınız ki, name, image, lang, desk, başqa nə var idi? Year. Status axırıncına da bura gedib şey eləyərsiniz. Əməliyyatlar. Operas. Burada şey delete manage əməliyyatlarınıza düşəcək bura. Tamam. Bunu təbii ki item.image-i belə yox. Bilirik ki bunun içinə salarıq. Image tagi bağlanan bir tag deyil. Bu şəkildə. Ondan sonra bir dənə deyirsiniz ki, width 50 piksel. Bu da çox az oldu. Tamam. Burada. Nə? Burada olsun da.
Deməli, description yazmadıq. Item-lərdə description, bunu da slice eləyərəm. Sıfırdan 50 dənə zat qalanı ya da elə hamısını ver, görək nə qədər versən. Olsun da, yaxşı. Tamam. Bura nə gəlirdi? Item nöqtə date idi. Date demiş year. Yes. Burada 2 dənə əməliyyatınız olacaq millət. Bir delete əməliyyatınız olacaq. Bir də edit əməliyyatınız olacaq. Tamam. Bu olsun. Tamam. Bu şəkildə. Bir də ki, burada üstdə şey saxlayacaq, o hələ var. Nə bilim, create rate əməliyyatı saxlayacaq. Onları hələ var. Əməliyyatları, CRUD əməliyyatlarına gələn dəfədən keçəcək. Bir dənə sizə göstərəcəm ki, hal-hazırda əslində sizə göstərməyə ehtiyac yoxdur, gələn dəfədən göstərə bilərəm. Sizlə artıq şeydən, bu fetch əməliyyatlarından biz keçəcəyik sizdən Axios əməliyyatlarına. Tamam. Artıq Axios kitabxanasına. Niyə keçəcəyik? Çünki Axios daha rahatdır. Axios'un error handle eləməyi daha rahatdır. Axios'da instance və s. yaratmaq olur. Axios'da nə bilim token saxlamaq olur. Yəni 100 dənə zibil var. Hamısı səndə olur. Ona görə Axios'a keçəcəyik. Bu dəfə keçək, gələn dəfə keçək. Gələn dəfə keçək. Axios qalsın.